Azərbaycan bugün özünün ən çətin, həm də ən şərəfli günlərini yaşayır. Bizim olduğumuz kabinelerle yüzbeüz Xəzərin sahilinde, şeffaf fevvarelerin önünde, üç renkli bayrağımızın üç rengini özüne hopmuş pannoda okuyuruq. Yaşasın qəhrəman Azərbaycan əskəri. Dikkat! Eşitmenin komandamı. Parat! Düzgün! Azərbaycan Respublikasının prezidenti Əbülfəttah bəy, Respublikanın digər dövlət rəhbərləri bizi tribunaya qaldırırlar. Sədaları altında Respublikanın Müdafiə Naziri Rəhim bəy Qaziyev meydana daxil olur. Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisi General-Mayor Sadıqov ona raport verəcək. Cənab Müdafiə Naziri, qoşunlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin il dönümünə həsr edilmiş parad üçün düzülüb. Paradın komandanı General Sadıqov. Respublikanın Müdafiə Naziri Rəhim bəy Qaziyev və Baş Qərargahın rəisi Azərbaycan Silahlı Qüvvələrinin bölüşləri ilə salamlaşmaq üçün bölüşlərə yaxınlaşırlar. Genç kursazlar, salam. Sizi Azərbaycan Respublikasının Silahlı Qüvvələri il dönümü münasibətilə təbrik edirəm. Salam, kursazlar. Sizi Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin il dönümü münasibətilə təbrik edirəm. Müdafiə Naziri bölmələrlə salamlaşmağı davam etdirir. Salam, kursazlar. Sizi Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin il dönümü münasibətilə təbrik edirəm. Salam, əsgərlər. Sizi Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin il dönümü münasibətilə təbrik edirəm. Salam, əsgərlər.
Sizi Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin il dönümü münasibətilə təbrik edirəm. Salam, əsgərlər. Sizi Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin il dönümü münasibətilə təbrik edirəm. Salam, Bursaşlar. Sizi Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin il dönümü münasibətilə təbrik edirəm. Azərbaycan Respublikasının Müdafiə Naziri bölüklərlə salamlaşdıktan sonra mərkəzi tribünaya doğru istiqamət götürür. Azərbaycan Respublikasının Müdafiə Naziri Rəhim Qaziyev, Respublika Prezidenti Əbülfəz Elçibə ilə görüşür. Kahraman Azerbaycan askeri, Cenab zabitler ve generallar, muhterem konaklar, hürmetli hanımlar ve beyler, bugün Azerbaycan'ın tarihinde alametler bir gündür. Müstakil Azerbaycan Demokratik Respublikası'nın Silahlı Kuvvelerinin 1909. yılda geçirilmiş ilk harbi paradından 73 il geçenden sonra bize milletin tarihen ikinci harbi paradını geçirmek hoşbəxtliyi nasip olmuştur. Azerbaycan'ın ulu sərkərdələri Babək'in, Şah İsmail'in, Cavad Xan'ın kahramanlık ve mərdlik ənənələrini devam ettiren müstakil Azerbaycan Demokratik Cumhuriyeti'nin silahlı kuvvelerinin yaratıcıları General Samet Bey Mehmandarov, Alağa Şıklıniski, İbrahim Ağa Usubov, İbrahim Ağa Vekilov, Mehmet Emin Resulzade bayrağı altında 1909. yılda Milli Ordu'nun iş nizami hisselerini bugünkü kimin hərbi parada çıkarmıştılar.
Bildiğiniz gibi 9 Oktyabr Azerbaycan Respublikası Silahlı Kuvvetleri Günüdür. 1991 yılı Oktyabrın 9'u Azerbaycan Respublikası Silahlı Kuvvetleri hakkında kanunun kabul edildiği gün milli ordumuzun tesis günü ilan edilmiş ve harbi paradın bugün geçirilmesi meclis bununla bağlıdır. Hayatımızın bütün çetinliklerine bakmayarak biz paradın geçirilmesini katiyetle kararı aldık. Çünkü halk öz ordusunu görmeli, ondan ilham almalıdır. Bugün serrat adımlarla bu meydandan geçen asker ve zabitlerimiz milletin yüreğini ruhlandıracak, düşmenin bağrını yaracaktır. Azerbaycan Silahlı Kuvvetleri ilk adımlarını çetin sınav şeraitinde atır. Öz evinin, kendinin, elinin, obasının müdavetine kalkmış vatan oğulları, tepeden dırnağa kadar silahlanmış, bazıları da yakşı talim geçmiş, Ermeni muzdurlarına karşı, buzlarına karşı siper olurlar. Onları kaldıran vatan gayreti, torpak dayaneti, hak işi, adalet hissiyatıydı. Tarih bir daha gösterdi ki insan hakka hizmet edende basılmır. Bugün Azerbaycan torpağında ilk nizamı devlet silahlı destelerini, üstü tayinatlı milis destelerini yada salmak bizim manevi borcumuzdur. Yukarı Karabağ'da, versayet dağlarımızda, ana ve bacılarımızı, ata ve analarımızı Ermeni daşnak tecavüzünden koruyan ilk kahramanlarımız onlar oldular. Ve haklı olarak Azerbaycan'ın ilk milli kahramanları kimi fəxrədə layık görüldüler. Muharrem Seyidov, İlham Əliyev, Yuri Kavalyov, Mikhail Zebrailov, Rügar Hüseynov, Mehdi Abbasov, Elif Hacıyev, Sefer Ali Mehmedov, Yusuf Aliyev, Nofel Gulyev, Valem Müslümov kimin cesurların hatırası tarihinde hizmet etmişleri birleşmelerin növünden, mensubiyetinden asılı olmayarak iş dövüşçülerimiz vicdanla, namusla özbaşlarına sadık olduklarını gösterdiler. Onlar bu yolda şehit oldular. Öz ölümleriyle bu günümüzün temelini koydular. Koy vatanın azatlığı yolunda canından geçmiş bütün şehitlerimizin ruhu şad olsun, kabirleri nurla dolsun.